40-cı kvartaldakı bir sayılı xəstəxananın tibb bacılarının və kiçik tibb işçilərinin geyindiyi yerdir. Baxın, dənizdir. Artıq bir həftədir bu vəziyyətdə biz işə gəlirik. Baxın, insanlar nə vəziyyətdə işə gəlirlər. Heç kim də bunu əncam çəkmir. Komissiya gəlir, dəqiqədə bizə deyirlər komissiya. Komissiya niyə gəlib bu şeyləri görmür? Bax, buradakı antisanitariya vəziyyəti, kanalizasiya suyun içində, bu şkaflar, baxın, kanalizasiya suyun içində qalır. Bizim əşyalarımız burada nəmişlikdə. Xəstəlikdir bunlar hamısı. Bu nəmişlikdən əmələ gələn radon qazı bilirsiniz də onkologiya yaradır. Yəni bu işçilərin hamısının həyatı təhlükədədir. Heç kim də bu vecdə deyil. Nə qədər susaq, danışmayaq, baxın. Bütün, bax bu qədər işçi, bu şkaflarda bax bunlar soyunub geyinirlər. Baxın hara qədər tutdu. Birinci dəfə deyil. Artıq 2 ildən çoxdur bu davam edir. Bura yaranandan bu davam edir. İldə 2-3 dəfə biz bu vəziyyətə düşürük. Bir həftə belə suyun içində qalırıq, işə gecikirik, geyinə bilmirik burada. Yəni burada bütün qanunlar pozulur. Buna əncam çəkmək lazımdır. Baxın, harada biz geyinirik. Burada, yəni bu boyda xəstəxananın nə qədər işçisi varsa, hələ o tərəfə getmirəm. Oradakı şkafları göstərmirəm. Bütün 5 mərtəbə, yəni 5 mərtəbəli binada ibarətdir də bura. İşçilər, sanitarlar, tibb bacıları burada soyunub geyinirlər. Baxın, bu vəziyyətdə soyunub geyinirlər. Xahiş edirəm buna təcili əncam çəkilsin.